25 Mart 2025-ci il tarixində qəhrəman bir ana gözlərini bu dünyaya əbədi yumdu. Elə bir ana ki, fədakarlığı, mətinliyi illər keçsə də, daima onu tanıyanların qəlbində kədərlə yanaşı qürur hissləri ilə də anılacaq. Reyvə Mustafa qızı Qasımova zəhmətkeşliyi, fədakarlığı ilə yanaşı, bəlkə də ən ali hiss olan vətənpərvərliyi ilə əsl Azərbaycan qadını obrazını özündə cəmləşdirən Reyvə ana. Əslən Qərbi Azərbaycanın Göyçə mahalının Daşkənd kəndindən olan Reyvə ana 1953-cü ildə ailəsi ilə birgə doğma vətənindən deportasiya olunduqdan sonra digər soydaşlarımız kimi Bərdə rayonuna pənah gətirmiş və burada yaradılan Yeni Daşkənd kəndində məskunlaşmışdı. Reyvə ana gəncliyində həyatın ona vurduğu zərbəyə baxmayaraq 3 oğul övladını tək başına böyütmüşdü. Elə bir oğullar ki, dar gündə heç düşünmədən vətənin müdafiəsinə könüllü qoşulmuşdular. Reyvə ananın böyük oğlu Rizvan və ailənin son beşiyi Qulam, Ağdərə, Laçın və Kəlbəcər döyüşlərində öz fədakarlıqları ilə hörmət və nüfuz qazandılar. Təəssüflər olsun ki, itki Qasımovlar ailəsindən də yan keçmədi. 1994-cü ilin yanvarında Reyvə ananın böyük oğlu Rizvan Kəlbəcər uğrunda döyüşlərdə ağır yaralanır. Onun yaralanmasından bir gün sonra isə evin son beşiyi olan Qulam şəhid olur. Reyvə ana oğullarına döyüşə gedərkən ürəkdən xeyir-dua vermiş, onları vətənə qurban demişdi. Amma indi ana ürəyi dözmür, balacadan sonra böyük oğlunu da itirmək istəmirdi. Bu səbəbdən də onsuz da vəziyyəti ağır olan və kiçik qardaşına bağlı olan Rizvandan Qulamın şəhid olduğunu gizlədir. Rizvan kiçik qardaşının şəhid olmasından yalnız 40 gün sonra xəbər tutur. Beləcə, qəlbinə daş basaraq böyük oğlunu qorumağı bacaran Reyvə ana ötən 31 il ərzində ailənin son beşiyi olan Qulama bir gün qovuşmaq istəyi ilə həsrətlə dolu bir ömür yaşadı. Son zamanlar yaşla əlaqədar səhhətində problemlər yaranmışdı ananın. Lakin o həkimə getməkdən və müalicə almaqdan imtina edirdi. Mən oğluma qovuşmaq istəyirəm, siz isə mənim ömrümü uzatmaq istəyirsiniz, deyə oğulları Rizvanla Mərdana hər dəfə etirazını bildirirdi. Dəfn mərasiminə təkcə Yeni Daşkənd cəmaatı deyil, 5-ci Bərdə taborunun sabiq komandiri Gəray Əsədov başda olmaqla mərhumənin qazi və şəhid oğlanlarının sirdaşları, Bərdə rayonunun müxtəlif kəndlərindən olan şəhid yaxınları, o cümlədən Bərdə rayon İcra Hakimiyyətinin, Azərbaycanın Milli Məclisinin, Bərdə rayon Hərbi Komissarlığının, Qarabağ Qaziləri Birliyinin Bərdə rayon şöbəsinin, Yeni Daşkənd Folklor evinin və El televiziyasının əməkdaşları, eləcə də Bərdə Dövlət İdarə Etmə və Texnologiya Kollecinin direktoru Xosrov Musayev, Şəhidlər Ölməz YouTube səhifəsinin rəhbəri Gülbəniz Abdullayeva və başqaları iştirak edirdilər. Bugün Reyvə ananı dəfn etdik. Kənd cəmatıdır, hamı bir-birini gözəl tanıyır. Reyvə ana bilirik ki, şəhid anası, qürurlu şəhid analarından idi ki, 30 illərdən artıq bir müddət idi ki, bu adı qürurla, şərəflə daşıyan analardan idi. Dəfn məqamında çıxış edənlər, vətənpərvər Qasımovlar ailəsinin başçısı olaraq Reyvə ana haqda dəyərli fikirlər səsləndirdilər. Yeni Daşkənd Folklor evinin bədii rəhbəri, Qarabağ qazisi Akşin Hacızadə öz çıxışında vətənpərvər ananın son mənzilə alqışlarla yola salmağı təklif etdi. Şərəfli və kədərli ömrünü başa vuran Reyvə ana son mənzilə alqışlarla yola salındı. Heç birinə fərq seçki qoymuruq. Amma şəhid analarının, şəhid valideynlərinin, atalarının yəni xüsusi bir yeri var da o şəhid balalarına görə, övladlarına görə. Bu mənada gəlin ömrünü şərəflə yaşayan, o acılara rəğmən şərəflə yaşayıb, bu dünyadan köçən, axirət evinə köçən, övladına qovuşan Reyvə ananı alqışlarla yola salaq. Alqışlarla. Sonda mərhumə Reyvə ananın oğulları Rizvan və Mərdan kənd cəmaatına və dəfndə iştirak edən hər bir kəsə öz adından və doğmaları adından minnətdarlıqlarını bildirdilər. Biz də mərhuməyə rəhmət diləyir, qəhrəman ana, məkanın cənnət olsun deyirik. Gülbəniz Abdullayeva, Kamal İspəndiyarov, Elgiz Mahmudov, Bərdə.